Əziz şagirdlər, bizim bugünkü dərsimiz adi və onluq kəsirlərdir. Adi kəsirlərlə başlayaq ilk olaraq. Demək, adi kəsirlər m bölünsün n şəklində olan kəsirlərə deyirlər. M böl n. Buradakı m və n hər ikisi natural ədəddirsə, natural ədəd olarsa, o zaman m böl n şəklində olan ifadəyə adi kəsir deyilir. Burada m kəsirin sürəti, bu işarə yəni kəsir xəttidir və aşağıdakı n isə məxrəcdir. Bəs biz bunlara digər, yəni başqa cür necə ad veririk? Demək, sürət, yadınıza saxlayın ki, sürət bölünənimizdir. Kəsir xətti bölmə əməlidir. Məxrəc isə böləndir. Demək, buna aid indi gəlin nümunələr sizə göstərək. Məsələn, 3-də 2. Daha sonra 5-də 7. 8-də 8 və s. Demək, oxunuşda isə yadınıza saxlayın ki, ya məsələn 3-də 2-ni oxuyuruqsa, ya deməliyik bunun oxunuşunu 2-nin 3-ə nisbəti belə formada da verilə bilər 3-də 2 yazısı və yaxud veriləcək ki, 3-də 2. Yəni oxunuşu belədir. 2 fərqli formada. Eyni zamanda 7-nin 5-ə nisbəti bu misalda deyə bilərik. 7-nin 5-ə nisbəti, 8-in 8-ə nisbəti. Ya da kəsir formada necə oxuyuruqsa, necə ki 3-də 2 oxumuşduq, bunu da oxuya bilərik 5-də 7, 8-də 8, yəni məxrəcdən sürətə doğru oxuyuruq. Bəs biz bunları kəsirlərlə diaqram formasında da öyrənməliyik ki, kəsirlərlə, çünki kəsir və diaqram formasında da fərqli verilir və o zaman da əslində eyni mənanı ifadə etməlidir. Buradan da yekun nəticəyə gəlməliyik. Demək, birinci dairə çəkirəm, dairəvi diaqramı təsvir etmək üçün və birinci misalda, yəni bu 3-də 2-ni, bir misalı mən eləyəcəm, qalanları sizlik olar. Aha. Demək, indi diqqət eləsəz, mən bunun içini, birinin içini rəngləyirəm. İndi ola bilər ki, mən tam üçünü də bərabər payda bölməyim. Bəlkə 4-4lük olmayacaq şəklim. Amma siz nəzər yetirin ki, bax, bunun 3 bərabər hissəyə bölmüşəm. Və 3 bərabər hissədən biri rənglənibsə, uşaqlar, o zaman bu olacaq 3-də 1. Demək, 3-də 1-i rənglidir. 3-də 1-i rənglidir. Bəs neçəsi rəngsizdir? Biri buradadır. Bax, bir buradır rəngsiz, biri bura. O zaman 3-də 2 hissəsi isə bölgü formada göstərək. Baxaq, biz demək, biz düzbucaqlı çəkmişik və bu düzbucaqlını 3 bərabər hissəyə bölürük. 3 bərabər hissəyə böldük. Biz 3 bərabər hissəyə böləndə, əgər sadəcə bunlardan birini rəngləyirəmsə, olsun sarı rəng məsələn. Buranı rənglədik. Demək, 3 dəndən biri rənglidirsə, demək 3-də 1-i rənglidir və x-i isə rəngsizdir yazıram, 3-də x-i rəngli deyil. Çünki suallarda bizdən çox şey istəyə bilərlər. Misalı verər, deyər ki, məsələn, bəzi məsələ tipləri var ki, deyir, yolun 3-də x-ini getdi, bax, yolun 3-də x-ini getdi, yolun 16 kilometr qaldı, misal üçün. 16 kilometr qaldı. Və şagird oradan bilməlidir ki, 3-də x-ini gedib. Amma məndən qalan kilometr, məsafəni veriblər. Demək, buradan belə çıxır ki, 3-də 1-i 16 kilometr imiş. Çünki çaşdırmaq üçün gedəni verir, amma qalanın ümumi nəticəsini təqdim edirlər. Və uşaq da qarışdırır ki, 3-də 2 x mi bərabərdir 16-ya və hesablayanda da əlbəttə ki, cavab səhv çıxır. Və keçdik başqa bir qeydə.
Demək, sizə verəcəyim vacib bir qeyd var ki, məsələn, bizə deyə bilərlər ki, kəsrin sürətini, yazıram, kəsrin sürətini n dəfə artır. Məxrəcini m dəfə artır. Demək, bir dəqiqə mən m-ni silim. M-n çünki onsuz da mənim kəsrimdə yazılmışdı. Mən m-ni silim, əvəzinə AB yazım. O zaman daha bir şey olacaq. A və B. Bunları da rəngləyək. Demək, bizim kəsrimiz, diqqət elədirsə demişdim, m-in n-ə nisbətidir. Düzdürmü? M-in n-ə nisbətidir və kəsrin sürətini deyirəm A dəfə artır. Yəni deyirəm sürəti vur A-ya. Və deyirəm məxrəci B dəfə artır. O zaman məxrəci vur B-yə deməkdir. Yəni bu formada işləyəcəksiniz. Nə deyilsə sizə, yəni bu formada həll edəcəksiniz və əgər ümumi kəsrin qiyməti neçə dəfə artdı, yəni nə qədər artdı desələr, o zaman deyəcəksiniz ki, A-nın B-yə nisbəti qədər. A-nın B-yə nisbəti qədər nə oldu? Artdı. Bəs indi düşünün ki, deyirəm, kəsrin surətini məsələn, A dəfə artır, məxrəcini isə B dəfə azalt. O zaman kəsrin qiyməti necə dəyişir? Əgər belə bir sual veriblərsə, o zaman nə olur? Bizim kəsrimiz, diqqət eləsəz, n bölü n idi. A-nı, yəni kəsrin bax sürətini deyir, sürətini A dəfə artır, yəni sürətini vur A-ya. Məxrəcini B dəfə azalt deyəndə uşaqlar, yəni böl B olur və bu B belə yazılmır. Həmişə nə edəcəksiniz? Azalt deyəndə məxrəcdəki gedib sürətdəkinin yanına yazılacaq. Yəni olacaq M vur A vur B bölünsün N-ə. O zaman diqqət eləsəz, əvvəl olduğu kimi qaldı. A vur B qədər demək nə oldu? Kəsrin qiyməti A vurulsun B dəfə artdı. Bəs digərində əgər desək ki, kəsrin surətini A dəfə azalt, tez işarələrlə də qoyaq. Məxrəcini isə B dəfə artır. Məsələn, belə bir şey də verə bilər. O zaman yenə n bölü bizim kəsrimizdirsə, demək, o zaman nə olacaq, nə baş verəcək? Deyirmi kəsrin sürətini A dəfə azalt? Yəni, əslində, biraz kəsri, biraz bunu dəyişdirim. Elə ki, m-i biraz daha yuxarıda yazdım. O zaman A dəfə azalt deyir axı, əslində bunu məxrəcində böl A olur. Amma məxrəc isə B dəfə artır. Yəni, artır deyəndə elə yanına yaz. Məxrəc isə məxrəcin, sürət isə sürətin. Vururam B-yə. Və yekun nəticə necə dəyişdi? Demək, m qaldı. İndi də buradakı A gəldi, düşdü bu B-nin yanına. Yəni, oldu n vurulsun A, vurulsun B. Və kəsrimizin əvvəli m bölü n idi. Amma indi nə oldu? 1 bölünsün A vur B dəfə artdı. Amma yekun nəticə olaraq A vur B hasili qədər dəfə azaldı deməkdir. Məxrəcdədir deyə onun tərsidir, azaldı. İndi bir dənə nümunə ilə göstərəcəm. Digərlərini siz özünüz yazarsınız. Məsələn, düşünün ki, deyirəm, kəsrin sürətini 3 dəfə azalt. Yəni, 3 dəfə azalır. Oxu qoyuram, belə azalır. Məxrəc isə, məsələn, 4 dəfə artır olsun. Artır. O zaman gəlin kəsrin yoxlayaq görək, ümumi kəsrin özü neçə dəfə artdı və yaxud da neçə dəfə azaldı. O zaman suala, yenə məsələn özümdən yazıram, n bölünsün n. Bura heç dəyişməsin, lazım da deyil. Burada bölünsün 3 vardır. 3 dəfə azalır, yəni sürəti 3-ə bölmək və burada balaca böl 3 yazıram. Məxrəc isə 4 dəfə artır deyil, vur 4 yazmalıyam. Və nə demişdik? Bu ümumi kəsrimiz daha. M qaldı, bu 3, bax bu 3. Gəlir düşür hara? Aşağı. Yəni, belə ox qoyuram, gəlir düşür bunun yanına. O zaman olur, n vurulsun 4, vurulsun əlavədən 3. Oldu nə? N böl n qaldı, əlavədən 12 var burada.
Sürətdə görünməz 1 var deyə uşaqlar. M böl N kəsri, əvvəl M böl N idi axı. Amma indi nə oldu? M böl N məxrəcə 12 düşüb deyə, bax, 12 məxrəcdədir deyə, yəni sürətdə yoxdur. O zaman bunun cavabı olur 12 dəfə azalır. Əgər desəydi 3 dəfə, sürəti də 3 dəfə artır, məxrəcdə 3 dəfə azalt, o zaman 4 qalxacaqdı yuxarı və olacaqdı 12 dəfə artır. O zaman azalır, olmayacaqdı. Daha sonra keçək. İndi kəsirlərdən düzgün və düzgün olmayana diqqət eləsəz, mən burada onlara ailəsinə nümunə yazmışam yuxarıda, amma indi tam ətraflı dərk edək. Demək, birinci gələk düzgün kəsirlərdən danışaq. Düzgün kəsirlər. Demək, düzgün kəsirlər sürəti məxrəcindən, sürət məxrəcindən kiçik olan kəsirlərə deyirlər. Demək, sürət məxrəcindən kiçikdir, yəni M böl N-də M əgər kiçikdirsə N-dən bu şərti ödədirsə, bu düzgün kəsirdir. Və düzgün kəsirlər, yəni M böl N, yadda saxlayın ki, 0 ilə 1-in arasında yerləşir. Düzgün kəsirlər harada yerləşir? 0-1 aralığında yerləşir. Bu, yenə deyirəm, vacib qeyddir ki, mütləq əzbər bilinməlidir. Heç vaxt düzgün kəsirin qarşısında tam bir şey olmur, 1-ə bərabər ola bilmir, 1 tam neçə deyə bilməliyik. Düzgün kəsirlər həmişə 0-1 arasında yerləşən kəsirlərə deyirlər. Və diqqət eləsəz, bayaq biz buna uyğun nümunə də yazmışdıq. 3-də 2, 1-dən də artırıram, 7-də 1, 12-də 10. Artıq bunlar necədir? Düzgün kəsirlərdir. Çünki bunların hər biri 0-1 arasında yerləşir. Daha sonra gəlin danışaq düzgün olmayan kəsirlərdən. Olmayan kəsirlər. Demək, düzgün olmayan kəsirlər isə, yəni M böl N formasında olan kəsirlərdə, əgər M böyükdür və bərabərdirsə N-ə, yəni sürət məxrəcdən böyük və sürət məxrəcə bərabərdirsə, bunlara düzgün olmayan kəsirlər deyirik. Məsələn, bayaq burada yazdıqlarımı birazdan çevirək. Məsələn, 3-də 2 yazıram, 2-də 3. Nə oldu? Sürət məxrəcdən böyükdür, yəni 3-2-dən. 3 böyükdür, burada 2-dən. Və yaxud da deyirəm 7-də 8. Nə oldu? 8 böyükdür 7-dən. Ya da 8-də 8. 8-də 8 nədir? Sürət məxrəcə bərabərdir. Uşaqlar, həmişə yəni ibtidaidə öyrənəndə sadəcə nələr öyrənmişsiniz? Məsələn, siz öyrənmişsiniz ki, deyiblər 8 bərabərdir 8 ya da 7 kiçikdir 8 və belə ifadələri öyrənmişsiniz. Amma indi artıq siz böyüdükcə bunların ikisini bir arada işlətməyə öyrənməlisiniz. Yəni, əslində burada M böyükdür bərabər N o deməkdir ki, həm deyir M N-dən böyük olmalıdır, həm M N-ə bərabər ola bilər. Yəni, həm bərabər ola bilər ya da böyük olmalıdır ki, bu şərti tamamilə ödəsin. Demək, bizdə də hər iki şərti ödədi. Bunlar birinci şərti ödədi, bu isə axırıncı, yəni bir-birinə bərabərlik şərtini ödədi. Əgər M də N-ə bərabərdirsə, bunun ümumi cavabı fərqli qələmlə yazaq. Bu mütləq ki, 1-ə bərabərdir. Çünki kəsir xətti bölməkdir axı. Sürətdəki bölünən, məxrəcdəki isə bölən idi. Yəni 8-i bölürəm 8-ə, o da bizə 1 verir. Daha sonra əlavədən bir şey də deyim sizə. Məsələn, bəzən belə bir ədəd verilir. Məsələn, sadəcə 5 ədəd rəqəmi verilir. Adi 5 rəqəmdir. Amma bu əslində bir düzgün olmayan kəsirdir. Və bütün belə natural ədədlər düzgün olmayan kəsir formasında yazılanda məxrəcində görünməz birlər olur. Mən o görünməz birincisi və belə yazaq da böl 1 və mən bu böl və 1-i sarı rənglə rəyləməmin səbəbi nədir? Yəni, görünməyə bilər, amma bilməlisən ki, orada mütləq nə var? Görünməz 1 var. Həm hərflərin indi öyrənəcəyik, həm hərflərin qarşısında əgər heç nə yazılmayıbsa görünməz 1 var və normal, natural ədədlərin də əgər altında heç nə verilməyibsə, ola bilər ki, o vaxt özünüzü itirəsiniz ki, bəs bu kəsir deyil. Əslində, bəli, o da kəsirdir. Düzgün olmayan kəsirdir, çünki altında görünməz 1 var. Bəs indi öyrənək sizlə demək, indi isə öyrənək sizdən qarışıq ədədləri. Qarışıq ədədlər. Demək, qarışıq ədədlər nədir? Qarışıq ədəd tam və
Kəsr hissədən ibarət olan ədədlərdir. Kəsr hissədən. Demək, tam və kəsr hissədən ibarət olan ədədlərdir. Bu nə deməkdir? Məsələn, deyirəm ki, 2 tam 3-də 1. Bu artıq qarışıq ədəddir. Niyə? Çünki baxın, bu hissədə, baxın, buradakı 2 tamdır. 3-də 1 isə kəsr hissədir. O zaman 2 tam 3-də 1 bizə qarışıq ədədi verdi. Bəs qarışıq ədədi düzgün olmayan kəsrə və düzgün olmayan kəsri də qarışıq ədədə çevirmək üsulları var. Biz bunlarla tanış olaq. Demək, birinci, qarışıq ədədi yazmışkən, gəlin qarışıq ədəd ox qoyaq və çevirək düzgün olmayan kəsrə. Düzgün olmayan kəsr. O zaman nə edəcəyik? Demək, qarışıq ədədi düzgün olmayan kəsrə çevirirəm. Yazıram 2 tam 3-də 1. O zaman nə iş görəcəyik? Məxrəc həmişə olduğu kimi qalacaq. Dəyişmir məxrəc. Amma 2 3-ə vurulur, yəni tam məxrəcə vurulur, üzərinə sürəti gəlirik. O zaman elədir 3-də 7. Və bunu qayda olaraq necə yazıram? Məsələn, yazıram A tam B-də C. Əgər bu oldu, artıq qarışıq ədəd A tamdır, B-də C isə kəsr hissədir və artıq qarışıq ədəd yarandı. Demək, məxrəc B-də olduğu kimi qalır. Tam, yəni A, tamımız A-dır və məxrəcimiz B-dir. Nə edirəm indi? A-nı B-yə vururam. Kəsr hissəmdə, yəni sürət isə C-dir. Üzərinə sürətdəki C-ni gəlirəm. Yəni bu çaşdırmamamız üçün bu düsturudur. Bu isə bir dənə nümunəsidir, yazdım. Bəs indi gəlin tərsinə gedək, görə tərsi necə olur? Yəni, düzgün olmayan kəsirdən keçək qarışıq ədədə. Gəlin bir nümunə götürək. Məsələn, olsun 3-də 17. 3-də 17 yazdıqsa, əvvəla biz sizlə dərsin ən başında bildirdik ki, sürət bölünəndir. Məxrəc böləndir. Gəlin qıraqda burada bölək. Yazıram ki, 17 bölünsün 3. O zaman 17-nin içində 3 5 dəfə düşür. 5-i 3-ə vururuq, 15. Və çıxıram, qalıq 2 qaldı. Artıq 2-nin içində 3 yoxdur. Olmadığı üçün, indi gəlin qeydlər aparaq. Həmişə yadınıza saxlayın, qalıq əslində sürətimizdir. Buradakı bölən bərabərdir yazıram. Bölən məxrəcimizdir. Və buradakı cavab, yəni qismət bərabərdir, tamımızdır. İndi gəlin yerinə yazaq. Əvvəlcə nə demişdik? Əvvəlcə tamı yazılır. Tamımız nədir? 5 tam. Sonra kəsr xətti çəkirik. Məxrəcimi yazıram. Məxrəcim neçədir? 3-dür. Qalıq isə sürətdə yazılırdı, yəni 2-dir. O zaman oldu 5 tam 3-də 2. Artıq bir dənə də nümunə göstərsək, məncə tam sizə aydın olacaq. Məsəl üçün 4-də 23 olsun. İndi də 23 olmasın, bu da 28 olsun. Hamısı eyni tamın olmasın ki, bəlkə 28'de tam bölündü. Olsun 26. Aha. Demək artıq 26-nı 4-ə bölürük. Qıraqda tez yazıram 26 bölünsün 4. Əgər təzə sizsə belə edin, amma ondan sonra yəqin ki artıq özünüz biləcəksiniz də, yəni 26-nın içində neçə dəfə 4 var. Demək artıq biz 4-ü nəyə vursaq 26-ya yaxın eləyir. Biz bunu fikirləşməliyik. Və bura 6 dəfə düşür. 4 dəfə 6-mız 24 və qalıq 2. O zaman oldu nə? 6 tam. Bax, tam 6-dır. 4-də 2. Qalıq oldu 2. Bəs indi biz sizdən kəsirlərdən ixtisarı falan öyrənəcəyik. Hələ ki ixtisar hissəsini etmirəm ki, inşallah oradan indi başa düşəndən sonra rahatlıqla edərik. Demək, düzgün olmayan kəsiri də qarışıq ədədə çevirdik. Bəs indi kəsirlərin toplanmasına diqqət eləyək. Əsas da tam, yəni qarışıq ədədlərlə bağlı olan hissələrini deyirəm ki,
bu bölmə ilə qarşılıq ədəd problemi ilə bitirək. Demək, məsələn düşünə bilərsiniz ki, A üstəgəlsin C-də B olsun. Bunu necə toplayırlar deyəndə tam elə yazılır, C-də B də olduğu kimi yanına yazılır. Yəni nümunə göstərirəm. Məsələn deyə bilərlər 4 üstəgəlsin 5-də 2. O zaman olduğu kimi olacaq 4 tam 5-də 2. Yəni qarşılıq ədədlər bu formada ilə hazır formada göstərildiyi kimi də yazılır. Yəni heç bir dəyişilmə olmur. Çünki bəzən uşaqlar 4-ü kəsr formaya düzgün olmayan kəsrə çevirlər. O sadəcə işlərini uzatmaqdır. Başqa bir şey. İndi isə kəsrin əsas xassələrinə başlayaq. Əsas xassələri. Demək, kəsrin əsas xassələri nədir? Yəni, kəsrin n bölünsün n-dirsə. Yadınızda saxlayın ki, kəsrin sürət və məxrəcini eyni ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Yəni, nümunə göstərirəm. Burada da vur A yazım. Eyni ədədə dedim axı. Sürət və məxrəcdə eyni ədədə vurdum. Əslində vuranda nə olur? Bunlar yenə ixtisar gedir, yenə n bölünsün n qalır. Və yaxud da eyni ədədə bölsəm, yəni m böl A, n də bölünsün A. Əslində yenə burada da bölmə əməlidir deyə yenə eyni formada ixtisar apara bilmirəm, əlbəttə ki. Amma m böl A-nı, bunu kəsr kimi yazanda m bölünsün A, n bölünsün A. Artıq bunların bölünmələri bu A əslən düşür bu n-in yanına, buradakı isə qalxır bu m-in yanına və yekun nəticə olur m-A. Burada da n-A yenə gəlir, ixtisara çıxır. Ona görə də kəsrin sürət və məxrəcini eyni ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. İndi bunu bu hərflərlə göstərəndə ola bilər ki, sizə birazcık qarmaşıq gələr. Nümunə üzərində göstərəcəm. Məsələn, düşünün ki, 3-də 2 ədədidir. Mən deyirəm ki, gəlin bunun hər tərəfini 2-yə vuraq. Və olur nə? 6-da 4. Və yaxud da deyirəm ki, gəlin 3-də 2-nin tərəflərini vuraq 5-ə. Bu da 5. Aha. Demək, o zaman olur 15-də 10. Demək, nə oldu? Yekun nəticə olaraq 3-də 2 ədədi, 6-da 4 ədədi, yəni kəsri və 15-də 10 kəsri. Bunların üçü də bir-birinə bərabərdir. Çünki ixtisar aparanda yenə gəlib eyni yerə çıxır. Bəs eyni ədədə bölmək söhbətindən eynəyək. Məsələn, yazıram 24-də 18 olsun. Ola bilər ki, kiminsə ağlına gələr, sadəcə bölürək 2. Gəlin bölək. Düşünün ki, şagirdimizin ağlına gəldi 2-yə bölünməyi. Hər ikisini 2-yə bölürəm və yekun nəticə olur 12-də 9. Bir digər şagird də düşünür ki, və yaxud da deyir ki, indi də gəlin bunu hər tərəfini 3-ə bölək. Hər ikisi 3-ə bölünən ədəddir. O zaman nə edərik? 18 3-ə bölünəndə 6, 24 3-ə bölünəndə 8. Ola bilər ki, kimsə də desin 6-ya bölünür. Bölək 6-ya. 24 6 bölündə 4, 18 6 bölündə 3. Və ümumi nəticə nə oldu? Nə baş verdi? Baş verdi ki, 24-də 18, həm 12-də 9-a, həm 8-də 6-ya, həm də 4-də 3-ə bərabərdir. Yəni bunları belə verməkləri o demək deyil ki, bunlar fərqli şeylərdir. İxtisar eləyəndə hamısı eyni yerə gəlir və yaxud da hər hansısa uyğunlaşdırmaq üçün eyni ədədə vursaq, yenə gəlib eyni cavabı alacaq. Bunlar bərabər kəsirlərdir. Unutmayaq. Bunlar nə oldu? Bax, bu və bu ikisi oldu bərabər kəsirlər. Bəs digər bir misal tipi var ki, artıq imtahanlarda da çox düşür. Əslində çox asandır. Sadəcə şagirdlər bunu bu qədər asan olduğunu düşünmürlər. Başlayırlar onu ixtisar eləməyə, biraz daha çətinliklərinə getməyə. Amma nədir bu dediyim sual? Məsələn, deyirəm AB, hətta nöqtələr, nə qədər AB var. Üstündən də bir xət çəkirəm. Üstünə xət çəkmək yadınızdadsa ümumi şəkli idi də. 2 rəqəmli, 3 rəqəmli və həmçinin və yaxud da n rəqəmlinin ümumi şəklidir üstündə xət çəkmək. Ona görə mən bu bölməmi də yazıram. Sonra keçirəm aşağıda. Yazıram mn və yenə mn. Üstündən burada da xət çəkirəm. Və hamısında yazıram ki, buradan burada k saydadır. Sayda. Həmçinin
Buradakı da, yəni buradakı ədədlər də yazıram K saydadır. Saylar eyni olmalıdır. Yoxsa özümdən deyə bilmərəm ki, hə, hər vaxtı belədir. Sayları eyni olmalıdır ədədlərin. Yəni burada 10 rəqəmlisə, orada da 10 rəqəmli olsun. Burada 5 rəqəmlisə, orada da 5 rəqəmli olsun və s. Uşaqlar, yadınızda saxlayın ki, buradakı eyni rəqəmlər olmağı elə ədədin AB üstü xəttin MN üstü xəttə nisbəti deməkdir. Yəni aydurum hesablayım. Görün bu hansı ədədə bölünür, düşünmək lazım deyil. Məsələn, belə bir şey deyim. 17, 17, 17. Burada da kəsirin məxrəci, bu kəsiri biz qalınlaşdıraq. Çünki yuxarıdakı kəsir deyil ha, yuxarıdakı 6 rəqəmli olmağını bildirir. Hətta indi silək heç. Çünki hərf deyilsə, heç yazmamızın da mənası yoxdur. Məxrəcdə isə yazıram 21, 21, 21. Məsələn, bu formada yazdım. Yadınızda saxlayın ki, elə o 21-də 17-yə bərabərdir. Heç bunu bölməyimə ehtiyac yox. Amma belə də düşünək, yəni əslində lazım deyil. Amma mən hər ehtimala deyim, əslində bu ədədlərin hər ikisi 10.101-ə bölünür. Bu da həmçinin 10.101-ə bölünür. Amma siz bunu həmin an ağlınıza gətirməyə bilərsiniz. Çünki hər şey qoyduq qırağa, 21 ilə 17 qarşılıqlı sadədir. Natural ədədlər dərsindən yəqin ki, bunu xatırlayırsınız. Ona görə ixtisar getmir. Və siz bunu düşünəndə çox çətinlik çəkəcəksiniz. 10.101-ə gələnə kimi xeyli səhvlərə yol verəcəksiniz və işiniz uzanacaqdır. Bu isə ən qısa həllidir. İndi danışaq kəsirlərin ixtisarı ilə bağlı. Kəsirlərin ixtisarı. Demək, kəsirlərin ixtisarı ilə bağlı danışanda, yəni kəsrə sürət və məxrəcinin hər ikisinin eyni bir ədədə bölünməsindən söhbət gedir. Eyni bir ədədə bölməkdən. Bəs indi gəlin belə bir şeydən danışaq. Məsələn, mən deyirəm ki, 24-də 16. Və ola bilər ki, kimisi desin, müəllim, bu 2-yə bölünür. Biri desin, 4-ə bölünür. Biri desin, nə bilim, 8-ə bölünür. Və məsələn, belə deyək də, əgər şagird bunun tam qaydasını bilməsə, misalın uzanılan versiyasına baxaq. Məsələn, şagird başlayacaq 16-nı 2-yə böləcək, qaldı 8. Eyni zamanda 24-də 2-yə bölməlidir. Qaldı 12. Sonra 8-dən 12-yə baxır, görür, aha, burada da 2-yə bölünmə var, bir də 2-yə bölür. Qaldı burada 4, burada 6. 6-da 4-ə baxır, yenə bölünmə var, yenə 2-yə bölür. 2-yə böləndə burada 2, burada isə 3 və yekun cavab oldu 3-də 2. Çünki 3-də 2, 3 ilə 2 qarşılıqlı sadə ədəddir və artıq bunların ortaq böləni 1-dir. Yəni burada saxlayacaq şagird. Amma əgər biraz daha dərindən düşünsək ki, 24-də 16-nı nəyə bölə bilərik? Yadınızda saxlayın ki, kəsirləri ixtisar edən zaman siz onların əkobunu tapsaz, EBOB-unu, yəni ən böyük ortaq bölənini. O zaman sizin üçün daha hər şey rahat olacaq. Yəni bir var ki, 24 ilə 16-nın EBOB-unu tapasınız. Bunların hər ikisinin bölündüyü ən böyük ədəd hər ikisində 8, hər ikisi 8-ə bölünür. O zaman mən tez bazar bunu da 8-ə bölərəm 2, bunu da 8-ə bölərəm 3 və hazır 3-də 2-ni taparam. Yəni bu formada, yəni hər ikisində olsa doğru cavab alacaqsınız, amma hansında daha qısa cavab tapmağınız önəmlidir. Çünki bilirsiniz ki, istər 5-lər deyil də, yəni 6-da oxusanız monitoring imtahanındasınız və hər şey vaxtlandır. Əgər həmçinin məktəbə gedirsiniz, KSG-ləriniz var, orada da sürətli işləməlisiniz. Həmçinin də 9-un buraxılışı və 10-11-də qəbul imtahanlarına hazırlaşacaqsınızsa, sizin üçün ən gözəl şey, ən asant yolunu və daha tez, necə edim ki, daha sürətli hesablayım problem olmaz. Yəni ən tez bunları düşünməlisiniz. Daha sonra gəlin indi sizlə danışaq kəsirlərin müqayisəsi. Kəsir müqayisəsi. Demək, kəsirlərin müqayisəsində nələrdən danışırıq? Bəzi bir-iki dənəsi var ki, şagirdlərə ən asanlıdır ki, onları əzbərə bilirlər. Bunlar nələrdir? Birincisi, məxrəcləri eyni olan kəsirlər. Məxrəcləri eyni olan kəsirlər. Kəsirlər, hətta burada yazaq, kəsirlərdə surəti
Böyük olan böyükdür. Məsələn, düşünün ki, 5-də 2 və 5-də 4 demişəm. O zaman baxırıq ki, hər ikisi məxrəci 5, 5 eynidir. Sürəti hansı böyükdür? 4. Demək, 5-də 4 kəsri də 5-də 2 kəsrindən böyük olacaq. İkinci, sürətləri eyni olan kəsirlər. Eyni olan kəsirlər. İndi isə məxrəci kiçik olan kəsir böyükdür. Buna aid nümunə düşünək. Məsələn, deyirəm 2-də 7, 5-də 7. Demək, baxıram, sürətlər eynidir. O zaman nə dedik? Məxrəci kiçik olan kəsir böyükdür. Yəni, məxrəcindəki 2 5-dən böyükdür. Kəsr olaraq, 2 5-dən böyük deyil. Amma 2-də 7, 5-də 7-dən. Məxrəci böyük olan kəsir böyükdür. Kəsir böyükdür. Bir nümunə deyəcəm sizə. Demək, məsələn, 98-də 95, eyni zamanda 95-də 92 və 92-də də 89 olsun. Aha. İndi burada bir şeyə diqqət edək. Baxın, mən bu vacib deyil, mən sürətdən bir məxrəci çıxır, yoxsa məxrəci hansı böyükdür, siz ondan çıxın. Siz maraqlı deyil, mənfi 3 mü alınacaq, müsbət 3 mü? Sadəcə aralarındakı fərqə baxaq. 98-dən 95 çıxıram və 3 qalır. Eyni zamanda 95-dən 92 çıxıram, yenə 3 qalır. Və 92-dən 89 çıxıram, yenə 3 qalır. Və aralarındakı fərq eynidir. Baxıram, bəli, eynidir. Hamısında aralarında fərq 3-dür. Daha sonra baxıram ki, bunların hamısı düzgün kəsirdir. Bəli, bu da düzgün kəsirdir. O zaman nə demişik? Məxrəci böyük olan böyükdür. Yəni 98-də məxrəci böyük olan 98-dir. Sonra məxrəci böyük olan 95-də, ən kiçik 92-dir. Və üstlərində yazıram. Demək, ən böyüyü budur, sonra bu. Bəs bir də var, dördüncü, sürət və məxrəc. Bir dəqiqə bunu kopyalasaq əla olar. Bir də eyni şey yazmaraq, bəzi yerlərini düzəldərəm, qutardı. Köçürək. Aha. İndi vacib yerlərin aralarındakı fərqin olan düzgün olmayan kəsirlərdir. Aha. Hələ ki bu qədər bəs eləyər. Demək, sürət və məxrəc arasındakı fərq eyni olan düzgün olmayan kəsirlərdə məxrəci böyük olan kəsir kiçikdir. Aha, indi gəlin biz bununla əlaqəli bir nümunə deyək. Məsələn, deyirəm, indi olsun 39, 2 fərqdən 41 məsələn, sonra olsun nə? 45, 47 və 59, bu da olsun 61. Birincisi, baxıram bunların hər üçü düzgün olmayandır. Bu ilk şərtim. Daha sonra keçirəm aralarındakı fərqə baxıram. 41-dən çıxıram 39-un qaldı 2. Buradan bunu çıxıram qaldı 2. Bundan da bunu çıxıram yenə qaldı 2. O zaman nə baş verir? Baxıram ki, aralarındakı fərq eynidir, düzgün olmayan kəsirdir. O zaman mən baxıram nəyə? Demək, nə demişdim? Məxrəci böyük olan kəsir kiçikdir. Məxrəci böyük olan 59-dur. O zaman 59 ən kiçiyimizdir. Sonra 45-dir kiçik olan. Daha sonra ən böyüyüsü o zaman oldu 39-da 41. Demək, bax bu formada, dəqiqə, ən kiçiyimiz dedik budur. Aha, ən böyüyümüz oldu 39-da 41. Yəni, düzgün olan formanın tam əksi. Bəs indi ola bilsin ki, nə sürətlər eynidir, nə də məxrəclər. Məxrəclər, nə də aha,
nə də aralarındakı fərq eynidir. Fərq eyni. Nə də aralarındakı fərq eyni olmazsa, o zaman biz nə edəcəyik? Kəsirləri ortaq məxrəcə gətirmək istəyirik. Ortaq məxrəcə gətirmək üsulu. Məxrəcə gətirmək üsulu. Yəni, indiki misalların çoxsunda fikir verirəm ki, aralarındakı o məxrəclə sürəti eyni olmamaq söhbəti gələndə, yəni nə baxıram məxrəc indi, nə sürət, əvvəl yox, amma son dövrlərdə çox vaxt aralarındakı fərq eyni olan tiplərdə verirlər. Uşaqlar da bunu, məsələn, mənim dediyim üsulla bilməsələr, o zaman neynəcəklər? Bura baxın, 39-un, 45-in, 59-un bunları ortaq məxrəcə gətirəcəklər və bu da böyük bir zülümdür. Ona görə də bunun özü belə böyük bir səhvlikdir. Ona görə bir də şagirdlərin itirdiyi söhbət nədir? Heç vaxt orada bildirmirlər ki, bu misalı bu formada həll etmək lazımdır. Sadəcə şagirdin ağlına gəlməlidir ki, imtahanın özü 3 saatdır, 2 saatdır və nə qədərdirsə, məsələn. Heç vaxt bu qədər böyük rəqəmlərin əkobunu tapmağı sizdən heç vaxt, yəni ortaq məxrəcə gətirmək istəməzlər. Demək ki, burada bir məntiq irəli sürmək lazımdır. Aha, ola bilər ki, bu ortaq, əstəğfurullah, aralarındakı fərq eynidir və bunun bəlkə qısa bir yolu var. Amma bunların heç biri olmayanda misalları belə deyil. Daha çox o vaxtı xırda-xırda misallar verirlər, daha asan üsullar verirlər. Məsələn, düşünün ki, birini veriblər 3-də 2, birini də veriblər 5-də 1. Amma baxıram nə sürət eynidir, nə məxrəc eynidir. 3-dən 2 çıxıram 1, 5-dən 1 çıxıram 4, nə aralarındakı fərq eynidir. O zaman nə edəcəyik? Bunun məxrəcini, bax, belə, yox, başqa rəng götürək. Bax, bu 5-i aparıb buna vuracaq, bu 3-ü isə aparıb buna vuracaq. O zaman məxrəc həmişəki kimi bir-birinə vurulur. Məxrəc 3 5-ə vurulacaq. Burada 2 qalıb 5 getdi, ona vuruldu. Demək, yenə 3 vur 5 məxrəc bir-birinə vururam. Elə ən qısa variantda deyək, onsuz da müqayisə edirik. 2-niz, əstəğfurullah, bu 3 də gedir, sürətdəki 1-ə vurulur. Və yekun nəticə nə oldu? 15-də 10, 15-də 3. Və baxıram, artıq məxrəclər eyni daxı. Məxrəclərin eyni olma halı, baxın, birinci haldır. Nə demişdik? Sürəti böyük olan kəsir böyükdür. O zaman nə oldu? Sürətdə 10 olan böyükdür. Demək, 15-də 10, 15-də 3-dən böyük. İndi isə gəlin danışaq kəsirlər üzərində əməllərdən. Yəni kəsirlərin toplanması, çıxılması. Kəsirlərin birinci başlayaq toplama, çıxılması. Sonra isə keçəcəyik vurulma və bölünmə əməlinə. Demək, birinci başlayaq məsələn B-də A, üstəgəl də yazıram, çıxma da yazıram. Çünki hər ikisində eyni şeydir. Və B-də C. O zaman nə edəcəyik? Məxrəc olduğu kimi qalır. Çünki məxrəclər eynidir. O zaman A-nın toplama deyirsə toplayıram. Aşağıdakı çıxma deyirsə çıxıram C-ni. Yəni, məxrəclər eynisə, kəsirlərin sürəti toplama deyirsə toplanır, çıxma deyirsə çıxılır. Buna aid nümunə düşünək. Məsələn, 12-də 5, üstə gələ deyək 12-də 1. O zaman olacaq, məxrəc olduğu kimi qaldı. Məxrəcdə heç bir dəyişimi yoxdur. 5-in üstünə 1 gəlirəm və elədi 12-də 6. Və 12-də 6 ilə ixtisar gedir. Hər ikisi əbub olaraq düşünsək, 12 ilə 6-nın əbubu 6-dır və yəni 6-ya bölünür. 6-ya bölsək 1, 6-ya bölsək 2 və elədi 2-də 1. Bəs digər formada, məsələn, 12-də 5 çıxılsın 12-də 1 desə, o zaman da olacaq. Yenə 12-də sürətdən birinci kəsin sürətdən ikinci kəsin sürətini çıxacaq, eləyəcək 12-də 4 və indi 12 ilə 4-ün də əboblarını düşünsək, hər ikisinin əbobu 4-dür. O zaman və burada düşür 3, burada 1 elədi 3-də 1. Bu da toplama və çıxılma ilə bağlı sadələri, yəni məxrəcləri eyni olanları. Bir də var bunların tamları olsaydı düşünək ki, məsələn, düşünək ki, bunların tamı var. Məsələn, deyirəm 5 tam 12-də 7, çıx 1 tam 12-də 1, məsələn. 12-də olsun 2. Aha. Demək, tamdan tamı çıxmalıyam. Yəni, bax, tamları işarələyirəm. Aha. Çünki qalan hissəni bildik də, başa düşdük məncə. 5-dən 1-ini çıxıram 4. Məxrəc olduğu kimi qaldı. 7-dən də buradakı 2-ni çıxıram 5. Bu 4-ü də rəngləyirəm. Yəni, bilək ki, 5-dən 1 çıxdıq 4 elədi.
Daha sonra əgər bu düzgün olmayan kəsr formasında verilir. Düzgün olmayan kəsr formada verilsə, misal üçün nümunə düşünək. Məsələn 7-də 13 və 7-də 5. Bunun bir yolu var ki, biz bunları qarşıq ədədə çevirib sonra toplaya bilərik. Amma məncə hər ikisini ayrı-ayrı necə deyək, ayrı bəlkə 2 dənə kəsirdir, ikisi də düzgün olmayandır. Onları qarşıq ədədə çevirib toplamaqdansa, məncə toplayıb sonra qarşıq ədədə çevirmək daha əlverişli və daha sadə olar. Yəni məxrəc eyni qalsın. 13 ilə 5 toplayaraq 18, sonra 18-i 7-yə bölərik. Yəni 18-in içində neçə dənə 7 var? 2 dənə. Məxrəc demişdik olduğu kimi qalır və 2-ni 7-yə vururuq 14. Sonra 18-dən həmin bu yuxarıdakı 18-dən 2 ilə 7-nin hasilini çıxıram. Yəni qaldı 4. Elədi 2 tam 7-də 4. Daha sonra belə ümumi kəsirlərdə toplama çıxılma hamısı üçlü də, yəni ikisi bir arada da verilə bilər. Məsələn belə bir şey 5-də 6, 5-də 4 və çıxaq 5-də olsun 3. O zaman yenə məxrəc qaldı. Sürətlər deyir 6 ilə 4-ün arasında toplama var, toplayıram. 4-dən 3-ə keçəndə isə çıxma verilibdir. O zaman 5-də 7 və 5-də 7 baxıram necə kəsirdir? Yəqin ki, siz də gördünüz ki, düzgün olmayandır. Düzgün olmayansa 7-ni 5-ə bölürük. 7-nin içində yəni 5 bir dənədir. Məxrəc olduğu kimi qalır. 1-i 5-ə vururam. Bax, buradakı 1-i 5-ə vururam. Elədir 5. O zaman bu sürətdəki 7-dən həmin 5-i çıxırıq. O zaman qaldı 2. Elədir 1 tam 5-də 2. Daha sonra indi gəlin sizlə biraz daha çətin formalara keçək. Necədir o çətin formalar? Məsələn, baxıram ki, birinci kəsin sürətindən ikinci kəsin sürətindən çıxa bilmədiyim ədəd tipləri var. Onları deyim, amma bir də əlavədən bir şey deyim sizə. Məsələn, eləcə mən birinci onu deyim, sonra qayıdım bu birisi söhbətə, çünki o da ondan əlaqəlidir. Məsələn, belə bir misal tipi verilə bilər. Deyərlər ki, 3 tam 5-də 2 çıx, 1 tam 5-də 2-dən böyük olsun deyə 3 yazaq. Aha. İndi baxır ki, şagird 3-dən biri çıxa bilir, yəni tamdan tamı çıxa bilir, məxrəc eynidir, hər şey əla, amma 2-dən 3 çıxa bilmirik, yəni mənfi eləyir. O zaman nə edirik uşaqlar? Demək, tamdakı 3-dən 1 vahid azaldırlar. Tamdakı 3-ü, 1 vahid azaltdım, yazdım 2 tam. O zaman yarandı 5-də 5. Yəni 5-də 5 bil verir daxı. Biz də sizlə danışmışdıq əvvəlcədən ki, məsələn 2-nin üstünə 3-də 1 gələndə bu 2 tam 3-də 1 deməkdir də. Eyni zamanda biz belə deyək, bəlkə düşünün ki, pul xırdalayırıq. Mənim 3 manatım var və mən sizə verməliyəm 1 manat 10 qəpik. 3 manat bütöv pulumdur. Mən 3 manatdan 1 manatını verdim, amma 10 qəpiyi mən sizə vermək üçün digər 2 manatımdan birini xırdalamalıyam ki, sizə qəpik qaytarım. Bu da eyni bir şeydir. Yəni mən, bax, buradakı 3-ü 2 tam 5-də 5 yazdım. Yəni məxrəc 5-dir deyə, 5-də 5 yazdım. 10 olsaydı onda 10 yazardım. Sonra dedi axı, burada görünmə üstəgəl var. Bax, bunu işarələyirəm burada. Dedi ki, üstəgəlmə var arasında. Üzərinə gəlirəm 5-də 2. Sonra çıxıram 1 tam 5-də 3-ünü. Belə hesablamaq lazımdır. O zaman, bax, tamları işarələyək. 2 və 1. Tez 2-dən birini çıxıram. Qaldı 1. Daha sonra məxrəc olduğu kimi qalır. 5 üzərinə gəlsin 2. Çıxılsın buradakı 3. Elədir 1 tam 5-də. 5 üstünə 2 gələndə 7. 7-dən 3-ünün çıxanda 4. Elədir 1 tam 5-də 4. Bunları da bu formada həll edəcəyik. İndi biraz da qəlizləşdirib. Məsələn, deyirəm ki, 2-dən çıx 1 tam 3-də 1-i və yaxud da deyirəm 2 tam 3-də 1-dən çıx 1-i. Bax, bu iki sual şagirdlərin ən çox elədiyi səhvlərdəndir. Ən çox, Və mən bunları sizə bildirmək istəyirəm ki, belə suallarda səhv etməyək. Uşaqlar, nə olar, çox xahiş edirəm. Belə suallar görəndə, yenə deyirəm, hələ təzə öyrənirsinizsə, bunu həmişə beyninizdə beləsə, məncə bütün şagirdlər misalı işləyə bilməsələr də, yəni əksəriyyəti, işləyə bilməsələr də, amma pul söhbətində yanılan, səhv hesablayan şagird, uşaq mən bilmirəm.
Çünki pulu qəşəng hesablayırlar. Gəlin pulla yanaşaq. Pul vahidi kimi baxaq. Düşünək ki, bu 2 manatımızdır. Bu 2 manatımızdır. Mən də güya 1 manat 31 olsun da. Bunu 3, bu da 1, 31 olsun. Mən bunu güya götürürəm. 2 manatdan 1 manat 31 qəpik çıxmalıyam. O zaman nə etməliyəm? Mən 2 manatdan 1 manatını verəcəm kiməsə. Amma mən 31 qəpik vermək üçün digər 1 manatımı xırdalamalıyam. Orada diqqət edəcəyiniz söz nədir? Xırdalamaq, xırdalamaq. Demək, mən 2 manatımı xırdalamalıyam ki, ona pul qaytarım. O zaman 2-dən sadəcə 1-ini azaldıram, olur 1 tam. Məxrəcin 3-ünü görsən, 3-ünü başqa rənglə yazıram. Aha, o zaman 3-dür deyə olur 3-də 3. Artıq 1 tam 3-də 3, 2 deməkdir onsuz da. Çıxıram indi 1 tam 3-də 1-i. Bax, indi daha rahat çıxılacaq. 1 tamdan 1 tam çıxıram, qalmadı. Və qabaqda 0 yazılmır. Məxrəc olduğu kimi qaldı. 3-dən 1-ini çıxıram sürətdə. Bu da elədir 3-də 2. Demək, 2-dən 3-də 1 tam 3-də 1 çıxanda 3-də 2 qalır. Bəs indi düşün ki, mənim 2 manat 31 qəpiyim var. Mən 1 manat verməliyəm. Mənim 31 qəpiyi ilə nə işim var ki? 2 manatdan 1 manat çıxardıb verməliyəm. Onsuz da qəpiyim çatmır. Demək, mən 2 manatdan 1 manatını çıxıram. Çıxdım, elədir 1. Amma mənim o 31 qəpiyim mən verməməliyəm ki, o 31 qəpik mənim cibimdədir də. O zaman oldu 1 tam 3-də 1. Yəni oradakı 3-də 1 artıq olduğu kimi yazılır. Məncə bir-birimizi tam başa düşdük.